Salamlar hər kəsə. Bu gün bir mövzu danışacağıq. Çox məşhurdur Azərbaycanda. Çünki ümumiyyətlə dünyada məşhurdur. Boy qısalığı ilə bağlıdır. Ümumiyyətlə kişilərin boyu ilə bağlıdır. Mən Avropada olanda gördüm ki, Azərbaycanlılar ortalığında daha qısadılar. Yəni Avropalılara nisbətdə. Ümumiyyətlə Çinlərdən də qısaydıq, İranlardan da qısaydıq, Türkiyələrdən də qısaydıq. Orta Asiyalılardan belə demək olar bir çoxundan, yəni bir çox Qazaxlardan qısaydıq. Bunun səbəbi nədir? Bununla bağlı düşündüm. Mən də müəyyən qədər araşdırmalar elədim, amma məndən daha yaxşı bu mövzunu sizə çatdıra biləcək biri yanımdadır. Yəni dostum Ömər həkimlik oxuyur, amma həkimlikdən başqa hər şey eləyir. Fəlsəfəyə daha çox meyllidir, amma bu mövzuda da çox yaxşı fikirləri var, araşdırmaları var. Ona təşəkkür edirəm. Bura gəldi, bizlə vaxtını keçirəcək. Ona görə ona təşəkkür edirəm. Buyur Ömər, özün haqqında biraz qısa danış, keçək mövzuya. Hər birinizi salamlayıram. Tibb Universitetində oxuyuram. Son kurs tələbəsiyəm, 6-cı kurs tələbəsiyəm. O idi, oldu kurs olur. Hə. Hələ 5 ildən ondan sonra psixiatriya var. İnşallah. Belə, yəni psixiatriya yazmışam, amma buna əlavə də yəni fəlsəfədir, ədəbiyyatdır, rəsmdir, musiqidir, bunlarla da maraqlanıram. Yəni sən iki dildə araşdırma eləyə bilirsən, ingilis və alman dillərində. Buna görə də istər-istəməz daha çox mənbəyə çata bilirsən. Bəli. Ona görə də burada məncə çox yaxşı çıxış eləyəcəksən. Onunla başlayaq ilk sualdan. Boya təsir edən əlamətlər. Ümumiyyətlə bir kişi və bir qadın fərqi yoxdur. Homo sapiensin boyunun, ümumiyyətlə heyvanların boyunun uzanmasına təsir edən əlamətlər. Çünki bizdən demək olar çox fərqimiz yoxdur deyə canlanır. Bu belə poligenetik bir proses. Yəni bir neçə genin birdən təsir etdiyi bir proses. Saçın rəngi kimi. Bəli, saçın rəngi kimi, dəri rəngi kimi filan. Yəni tək bir və bir iki gendən asılı deyil, çox geniş bir gen qrupunun birgə təsiri ilə əmələ gələn bir şeydir. Misal üçün bunlara aiddir IGF-lə, yəni insülinə bənzər böyümə hormonu və böyümə hormonu, somatotropin böyümə hormonunu sintez edən genlərin təsiri, ümumiyyətlə hüceyrə proliferasiyasına, hüceyrənin çoxalmasına təsir edən genlərdir. Qığırdağıdır, sümükdür, bunların inkişafına təsir edən genlərdir, onların öz daxili dinamikasına təsir edən genlərdir və sair kimi yəni çox sayda gen bu prosesə təsir edir. Burada əsas bizim boyumuzu uzadan şey sümüklərimiz, yəni sümüklərimizin asılı bir prosesdir bu. Sümüklərdə belə inkişafına görə onları insan bədənində iki yerə ayırıb, membran içi sümükləşmələr, bir də qığırdaq içi sümükləşmələr. Membran içi sümükləşmələr o belə deyək, indi tibbi terminlərində ora girmək istəmirəm. Yəni kəllə sümüklərinin inkişafı ilə bədəndəki qalan sümüklərin inkişafı fərqlidir bir-birindən. Aha. Yekəbaşlıqla boyun arasında çox əlaqə yoxdur yəni. Yox, onlar ayrı bir yol keçir. Bu bədənimizdəki bu uzun sümüklərdə, əllərimizdəki, ayaqlarımızdakı falan o sümüklər ayrı bir inkişaf keçir. Qığırdaq içində sümükləşirlər bunlar. Yəni embrional inkişafda əvvəlcə həmin sümüyün qığırdaq bir modeli əmələ gəlir. Yəni həmin sümük formasında, amma qığırdaqdır. Amma qığırdaqdır. Daha sonra qığırdaq içdən çölə doğru sümükləşmə prosesi keçir. Yəni ki, qığırdaq embrional inkişafda o damarsız bir toxumadır. Daha sonra onun bir qidadan kəsilir, sümük yaxa əmələ gəlir onun ortasında, qidadan kəsilir o. Həmin yerdə qığırdaqlar ac qaldığı üçün hipertrofiya dediyimiz qığırdaq hüceyrələrinin şişməsi gedir. Aha. Qığırdaq hüceyrələri şişdikcə kirəcləşən maddə ifraz eləməyə başlayırlar. Abi mən itirdim. Aha, davam elə, biraz davam elə. Ayaq sümüyü düşün, uzun boylu sümükdür. Onun ortasında bir sümük yaxası əmələ gəlir. O sümük yaxası sümüyün qığırdağın içindəki hüceyrələrin çöldəki qida ilə əlaqəsini bir növ sərhəd qoyur. Bunlar ortada ac qalır. Ac qalan kimi başlayırlar özlərindən kirəcləşən material ifraz edir. O yaşlılarda olan məsələ. Yaşlılarda da, məsələn biz də indi cavanlarda, məsələn biz cavanlıqda hiss olunmur, amma oturaq həyat tərzi qığırdağa ziyandır. Çünki qığırdaq belə damarsız bir toxumadır. Yəni yetkin insanda da damarsız toxumadır. Qıraqdan bucaqdan bir növ yemək qidanı qəbul edir, oksigen. Metabolizması zəifdir. Və hərəkətsizlik yarandığı zaman onun qidalanması pozulur. Qidalanması pozulduğu zaman da kirəcləşmə başlayır. Anladım. İndi embrional inkişafda bu gedir. Həmin qığırdaq hüceyrəsi ac qalır. Ac qaldıqca kirəcləşən material ifraz edir. O material onun ətrafını daha da qidadan kəsir və daha da o bir növ proses dərinləşir. Anladım. Daha da ac qalır, daha da ki və axırda ölür. Axırda ölür. Ölən kimi onun yerində belə boşluqlar əmələ gəlir. O boşluqları sümük yaradan hüceyrələr, osteoblast deyirik bunlara. Uşaqda qığırdaq çox olur.
Ona görə yeridir, amma sümükləşir uşaq sonra. O deyirlər ət kimidir. Bu dediyim hələ embrional dövrüdədir. Hələ Ana bətnindədir. Hələ ana bətnində. Və onun sümük yerini tutur. O da belə deyim də təkamülə görə ilk başda canlıların bir çoxu sümükdən qabaq, yəni osteolojik qığırdaqlı olur. Və köpək balığı. Köpək balıqları. Hətta asatirində belə tam olaraq onurğa yoxdur. Hərədə qığırdaq. Yəni zamanla sümük elə bir qığırdaqdan təkamül eləyir bir növ. Aha, bu davam edir. İndi embrional, yəni ana bətnində paylalar danışır. Yəni müasir balıqlarda yenə də biraz fərqlər olan inkişafında da baxsan, yəni müxtəliflik çoxdur. Yəni illə düzdür, qığırdaq sonra sümük əmələ gəlib, orasını bilirik. Amma yəni bəzi balıqlarda görürük ki, yenə membran içi zar içi sümükləşmə keçirlər və s. Okay, anladım. Bu ana bətnində olan prosesdir. Ana bətnində gedən prosesdir. Bu ora sümük hüceyrələri tutur, sümük yaradan hüceyrələr və bildiyimiz sümük yaradılır. Okay. Ortadan uca doğru. Orta uca doğru. Sonra uclarında da ikincili sümük mərkəzi. Elə burdadır. Bura və bura doğru. Ortasından başlayır. Buradan sümükləşir gedir. Orada mənə göstərmə, ora göstər. Ora göstər. Buradan başlayır belə sümükləşir gedir. Amma bura birincili sümükləşmə mərkəzi deyirik. Bir də ikincili sümükləşmə mərkəzləri var onun başlarında. Ona görə qıraqları belə fərqli olur. Qıraqları sonradan sümükləşirlər. Buralar sümükləşir, buralar sümükləşir. Bunların ortasında qığırdaqdan böyümə lövhəsi dediyimiz lövhə qalır. Aha. Biz doğulanda o lövhə ilə bir yerdə doğuluruq. Yəni bu iki sümük hissə qovuşmur bir-birinə. Arada qığırdaq var. Arada qığırdaq var. Qığırdaq lövhə var. Uşaqlarda bu lövhə böyük olur. Yəni yeni doğulmuş uşaqlarda. O yaşa dolduqca o yavaş-yavaş sümükləşir. Super. Bu sümükləşir gedir. Bu sümüyün inkişafı, qığırdaq sümüyün inkişafı bədənimizdəki uzun boru sümüklə bu formada inkişaf edir. Okay. Boy uzunluğumuz da bundan asılıdır. Həmin o lövhənin sümükləşmə sürətindən və belə deyək, bədənin qida ehtiyatından, yəni nə qədər qidaya məruz qalır, ondan asılıdır. Okay. İndi keçdik bu sümükləşmə prosesinə təsir edən amillər nələrdir? Birincisi dedik genetikdir. Yəni hüceyrənin genetikanı izah elədi. İzah elədi. Yəni hündürboysa ulu babaların falan, yəni balaca boy adam varsa, sən də çox güman ki, boyun hündür olacaq. Yox, əgər balaca boylarsa, yəni çox güman ki, balaca boy olacaqsan. Bir digəri genetikdən sonra genetik hardasa bir 70-85% rol oynayır. Yəni həll edici rol genetikadır. Genetikadır. Onda bizim əlimizdə deyil. Yox. Bizim əlimizdə olan tərəfi nələrdir? Qidalanma, idman, bir də stres. Birinci qidalanmadan danışım. Qidalanma, hansı bir qidalanma problemin varsa, tam ki az qidalanırsansa, kifayət qədər qidalanmırsan. Məsəl üçün kasıb ölkələrdə müşahidə olunur. Müşahidə olunur. Boy qısalığı. Bədən yetəri miqdarda bir növ tikinti məhsulu almır deyə və ya da yaxşı tikinti məhsulu alınır deyə yaxşı o armabetonunu da düzəltməyə. Sümüklər armabeton kimi. Armabeton kimidir. Elə bir dayaq hərəkət sistemi buna görə deyirlər. Dayaqdır. Bu bir şeydir. Sən çox bir dəfə gözəl bir söz demişdin biz çayxanada söhbət eləyəndə. Demişdin ki, əslində sümüyün üstünə düşür ağırlıq. Bəli. Amma traxeyalarda, digər həşəratlarda fərqlidir. Demişdin ki, egzoskeleton var, endoskeleton var. Nəsə temanı dəyişməyim. Çox özür istəyirəm, ağlıma gəldi. Orada xarici skelet, bizdə daxili skelet. Bu qısalığa səbəb olan məsələn Florens adası var İndoneziyada. Orada Homo florensiensislər yaşayıb, hobbit adamlar 1 metr boylar vardı. O ada zırlaşmasına məruz qalmışdı. Bunu 3-cü dəfə deyirəm videolarda. Onlara da həminki o az qida tapmaqla əlaqələndirə bilərik boyların qısalmasına. Sadəcə ondan asılı deyil ki. Düz. Çünki bəyəxinin 85% genetika idi. Qısalar həyatda qalıb. Afrika pigmələri var. Onlar da balaca boydur. Onların balaca boy olmasının səbəbi somatomedin C sintez edən genin mutasiyasıdır. Onlarda bu hormon ifraz olunmur. Yəni insulinə bənzər böyümə hormonu onlarda sintez olunmur. Yəni adam nə eləsə də, yəni genetikası böyüməyəcək. Yəni somatotropin hormonu normal ifrazdadır. Amma boy artmır. Bizdə yoxdur o gen. Mutasiya olmuş halda yoxdur. Bizdə normal vəziyyətdə. Normal vəziyyətdə də o mutasiya olmuş halda yoxdur. Onlarda niyə belə bir dəyişiklik? Elə baş vermiş adam həyatda qalıb orada, o regionda. Ona görə də. Termoregulyasiya ilə əlaqələndirirlər. Yəni bədən temperaturunun o həmin o isti iqlimdə uyğunlaşmasından, bir də o cəngəllikdə yaşadıqları üçün balaca boy onlara belə deyək. Təbii ki, balaca boy cəngəllikdə daha yaxşı yaşayır. Avantaj verir. Bəli. Daha yaxşı gizlənmək, daha yaxşı ağız keçmək, məzələnmək, nə bilim. Deyək ki, bunlar. Okay, anladım. Yəni burada qidanın təsirini dedim. Yəni dedin ki, Florensiya adasında və ya pigmeylərdə qida az olsa da onlar qısa olacaqlar. Amma qidanın təsiri ümumi baxanda, məsələn, bir Şimali Afrikalı ərəbə və yaxud da ki, Afrikadakı hansısa az qalan topluma və ya Azərbaycanlılar və ya hansısa bir topluma baxanda
digər toplumlardan biraz qısa boy olmasının səbəblərindən biri də qidadır. Amma pigmentlər zaten çox keçərli Yetəri deyil. miqdarda qida almır. Hə də genetik bir problem Genetik yoxdur. deyil. Yəni mən sağlam bədəndən danışıram. Anladım. Sağlam insan. Tutaq ki, heç genetik bir problem qoyaq bir qaba, böyrəyində bir problem varsa, mədə-bağırsaq sistemində bir problem varsa, Yəni qısalıq ola bilər. yenə də qısalıq. Çünki qidanın sorulması problemi yaşanır. Hoppa. Yəni sən qidanı qəbul etsən də bədən onu sormur. Yəni əmin özünə. Qəşəng davam elə. Yəni Qidanı danışdın. Qida hansı qidalar məsələn uzadar analara söylə uşaqlar üçün. yəni Bax quş alsınlar. Yəni sümüyün əsas tərkibi zulaldır, Protein yəni. Yəni zulallar onun bir növ armaturlarıdır. Aha. Bir də kalsiumdur, kalsium fosfat duzlarıdır. Onlar da onun betonudur. Ona görə arma beton deyirəm mən. Başa düşdüm. Ona görə zulal mənşəli qidalar qəbul etməlidir. Yəni ətdir filandır. Zulal qəbul et, ət qəbul. Zulal qəbul etməlidir. Ətdir, toyuqdur, balıqdır, bunları qəbul etməlidir. Bir də süd məhsulu qəbul etmək ki, o kalsiumu həm zulal sintez olunsa, həm də kalsium olur. Məsələn belə bir video görmüşdüm. Nilo-Sahar xalqlarından biri idi, adını unutmuşam. Böyük ehtimal hamınız görmüsüz. Bir Avropa Amerikalı influencerdir, gedib onların yerinə gör ki, çox uzundur, bütün tayfa uzundur. Hamısı deyir ki, birbaşa inəkdən təbii süd içir, ona görə uzanır. Mən bilirəm ki, təbii süd içməklə uzanmazlar da. Yəni təbii ki, hər bir insan öz qidasını, öz həyat tərzini şişirdib gözəl göstərməyə çalışır deyə düşünürəm. Mən düşünürəm ki, onlarda həmin ki o pigmentlərdəki əksi genetik mutasiya olur, deyə hamısı uzundur. Ola bilər. Tayfa da çünki bizə endogam tayfaya oxşuyurdu. Yəni ətrafına evlənməyən, içə doğru. Genetikdir. Don gələcəm şeylə. O da genetikdir demək. Hə. Qığırdaq lövhə, böyümə lövhəsi. Əgər gec sümükləşirsə boy uzun olur. Aha. Qığırdaq lövhəsi gec sümükləşirsə, bəli. Onda o, yəni əgər erkən dövrdə sümükləşməyə başlayırsa, yəni belə deyək də bir qidalanma problemi. ona şeydir, o plak deyirik də. plak deyirik. Yəni Azərbaycanca mən lövhə deyirəm. Lövhə deyirik, amma belə olur, elə ona görə əldən ölçürlər də, əli rentgenə salırlar, elə plak bağlanmışsa gedir. Bu sümüyün gövdəsidir. Aha. Bu da onun şeydir. Başıdır belə. Bu ikisinin arasında qığırdaq lövhə olur, bax belə. Aha. Bu qığırdaq lövhə yaş keçdikcə kiçilir, axırda iki sümük bir-birinə qovuşur. Bitdi. Bu kiçildikcə sümüyün uzunluğu artır. Çünki belə deyək də, əvvəlcə qığırdaq belə deyək, lövhə burdaydı, sümükləşdikcə yuxarı qalxır. Ona görə. Qalxır, orada tükənir, oradakı qığırdaq hüceyrələri tükənir təmiz. 20 yaş civarında. Məndə məncə erkən olur. Bitibsən. Bəzi coğrafiyalarda çox erkən olur, baxmışdım. Məsələn, qadınlarda kişilərdən daha erkən bitir. Qadınlarda da erkən bitir. Qadın cinsiyyət hormonları böyümənin qığırdağın sümükləşməsini sürətləndirir. Okay, anladım. İndi yeməkdən, qidadan danışdıq. Dedin ki, zulal əsaslı qidalandı və kalsium verə biləcək qidalar aldıqda boy uzanması ola bilər. Keçək idman məsələsinə. İdman məsələsini niyə keçirəm? Biz uzun müddət idmanla, döyüş idmanlarına məşğul olmuşam mən özümdə. Renzo Grace Akademiyada orada Hidayət Məmmədovun yanına gedirdim. Jiu-jitsu ondan qabaqda Bakıda getmişdim. Nə belə məşqlərə gedirdim. Və orada güləşçilər var idi. Ondan qabaq da eşitmişdim. Hələ fitnesə gedəndə böyüklərdən ki, bala güləşə getmə, boyun qısa qalacaq. Basketbola get, boyun uzanacaq. Düzdür, inanmırdım o vaxtda da. Çünki skeptik baxırdım da, deyirdim. Getdim araşdırdım və gördüm ki, xeyr, nə güləşin boyu qısalmasına dəxli var, nə basketbolun boyu uzanmasına dəxli var. Sadəcə olaraq ümumiyyətlə qaçsan belə müəyyən o hormonlar, somatropin hormonu daha çox ifraz olunur deyə 1-2 saniyə daha uzun ola bilərsən. Amma qərarlayıcı deyil, yenə genetik önəmlidir. Və orada da mən bir detal fərqinə vardım ki, güləşçilərin zaten qısaları uğurlu olur və yaxud da ki, ağır çəkili güləşçilərə bax 1.92 metrdir. Yəni güləş boyu qısa saxlanır. Fəqət mən bunu söyləyəndə atam çox yaxşı bir misal verdi. Düzdür, doğru deyil, amma araşdırma yenə sövq elədi məni. Dedi ki, uşaqlıqda biz heyvanın balasını ağır yükləyəndə, məsələn, eşşəyi, o qısa qalır. Mən dedim ki, onlarsa plakı zədələnir. Çox ağırlıq uşaq vaxtı düşür deyə. Yəni bala olan vaxtları ağırlıq yükləyirlər deyə, at da, eşşək də qısa qalır ona görə də. Bunun səncə nə ilə əlaqəlidir? Yəni bu həqiqətən bu məsələ ilə bağlı nə düşünürsən? Ağırlıq idmanlarıdır, güləşdir filan. Onların boy qısaltmadığı, boy qısaltmağa dair bir isbat yoxdur. Hətta tam tərsini göstərənlər var ki, yəni hər hansısa bir boy qısalığını, tam tərsinə belə deyək də, idmanla məşğul olanlarla olmayan uşaqlar arasında boy uzanmasında bir fərq yoxdur. Bir fərq yoxdur. Onlar da eyni tam 2 sm uzandı, bunlar da 2 sm uzandı o sezon ərzində, idman sezonu ərzində. Ona görə bu güləşin bir təsiri yoxdur. Amma belə ola bilər ki, sümüyün remodelləşməsi deyə bir şey var. Sümük canlı bir toxumadır və davamlı dəyişir. Quruluşun dəyişir. Üstünə düşən yükdən asılı olaraq, üçün belə qüvvələrin istiqamətindən asılı olaraq öz quruluşunu dəyişir, daxili quruluşunu. Həqiqətən eləyir. Hə. Yəni götürüb bir adamı davamlı dartsaq, uzanma qismən də olsa baş verər sümükdə. 20 yaş keçibsə yox. Vəsiyyəndə. Yəni qırdaq bitibsə yox.
Amma yenə də o plakın üstünə yük düşməsi filan, yəni o tam isbat olunmuş bir şey deyil. Yəni. Plakın üstünə yük düşməsindən olmaz, yəni deyirsən. Onda belə deyim. Bu son Belə dövrlərdə ola bilər. Aha. İdman eləyir və ya da ağır yük altındadır və yetərli miqdarda qida qəbul etmirsə, Onda qısa qalacaq. onda qısa qala bilər. Məsələn bir detal Çünki söyləyim. bədən o idman vaxtı belə yıpranır. Bəli. Bədəndə bir xırda-xırda çəkmələr, dağıntılar olur. Onu bərpa etmək üçün sən qida qəbul etməlisən. Əgər qidanı yetərli miqdarda almırsansa, o elə çökmüş vəziyyətdə qalacaq, qısalacaq. Anladım. Yəni idmanın bir təsiri yoxdur. Amma mən düşünürəm ki, qismən 1-2 sm daha uzun ola bilər. İdmanla məşğul olan. Yəni öz genetik dəstəyindən 1-2 sm. Gözlə görünən bir şey deyil. Gözlə görünən bir şey deyil. Anladıq bunda. Ona görə idmançılar hər çəkidə idmançı var, hər çəkidə döyüşçü var. Amma basketbolun bəlkə ola bilər uzunluğu. Yəni davamlı bədən özünü dartdığı üçün bəlkə ola bilər. Bəlkə o da çox az. Hə, çox az. Çox az. Okay, qidadan danışdıq, daha sonra idmandan danışdıq. Üçüncü təsir nə ola bilər? Stres. Psixososial qısa balaca boyluq deyə bir şey var. Psixososial stres. Stres səhv etmirəmsə bir çox hormonu aşağı endirir. Onlardan da biri böyütmə boylanma hormonudur, hə? Stres bədəni, yəni canlı bir orqanizmin həyatını təhlükəyə salan bir qıcığa qarşı, bir nəsnəyə qarşı verdiyi reaksiyadır. Həyatda qalma reaksiyası. Həyatda qalma. Hər canlıda var bu. Tam ki, məni stresə saldır, bu demək ki, tam sən qidalanmaya bir problem yarada bilərlərsə, çoxalmaya bir problem yarada bilərlərsə, bu stresi qaldırır. Və yaxud da indi biz elə bir canlı ki, biz sözdən də inciyən bir canlıyıq. Hə, biz çox şeyin fərqinə varıq deyə. Sözdən, nə bilim, davranışlardan, yəni ətrafı mühitdəki insanların davranışından, bizə olan münasibətindən də biz stresə düşə bilərik. Bu stres bizdə boy qısalığına səbəb ola bilir. Yəni 20 yaşa qədərki belə deyək, uşaqlarda və yeniyetmələrdə qısalığa səbəb ola bilər. Stres faktorlardan götürülür zamanda onların boyu uzanır təzə. Hə, onda belə çıxır ki, kasıb ölkələrdə stres də yüksək olur, aclıq da çoxdur. Psixoloji və sosial olaraq bir ağır bir baskı varsa, stres varsa orada. Bizim təhsil sistemi. Məsələn, bizim təhsil sistemi bilirik də, heç kəs bəyənmir, özləri belə bəyənmir. Təhsil sistemini özü belə, həqiqətən özünü belə bəyənmir. Yəni fərqindəyik də bunun. Təhsil sistemində mən o vaxt oxuyanda xatırlayıram, uşaqlar nətərsə stressdə idi, xüsusilə qız uşaqları. Dəhşət dərəcədə stressdə idilər. Boş-boş şeylər əzbərləyib gəlib imtahana girirlər deyə. Məsələn, mən də özüm də əzbərləyib girmişəm. Son 3 ay oxudum mən bal yığdım. Və oradakı məlumatları heç vaxt istifadə etmədim demək olar həyatımda. Çox gərəksiz şeylərdir. Ümumiyyətlə 700 bal sistemi. Bu əzbərçi sistemin də verdiyi stresslə Azərbaycanlılara dolayı olunan boy qısalığına təsir ola bilərmi uşaqlarda qismən? Çox az da olsa, 1-2 sm da olsa. Yəni çox az. Yəni orada əsas uşağın günün nə qədər məktəbdə keçir ki? Yəni. Tək məktəbdə yox, bütün ömrün qısıt deyir, axı limit deyir. Təsəvvür elə ki 15, 14, 15, 16, 17 yaşından bəri o üstünə düşür. Yox. Səncə təsir olmasa boy qısalığına? Onda Azərbaycanlıların boy qısalığını qida ilə çox əlaqələndirə bilərik. Qida ilə bir də yəni ola bilsin ki, ailə daxili stres yüksəkdir. Ailə daxili stres yüksəkdir. Amma belə təhsilin verdiyi stres yox. Stres yuxarı qalır. Stres varsa kortizol hormonu ifraz olunur. Kortizoldakı bədəndə metabolik prosesləri bunu zəiflədir. Yəni qurulma prosesləri, anabolizmi zəiflədir. Hə, anladım. Tam tərsinə parçalanmanı artırır ki, bədənin enerjiyə ehtiyacı var. Aha. Sən bir dəqiqə böyüməni saxlatır, biz görək bu vəziyyətdə necə çıxa bilərik. Hə, yəni ki, fokusu dəyişir. Stres fokusu dəyişir. Bədənin fokusunu ki, rahat bir vəziyyətdən çıxardır. Buna belə təhlükəli bir vəziyyətə hazırlayır səni. Möhtəşəm. Uzun müddət bu vəziyyətdə qaldıqda yəni bədən o bütün ehtiyatlarını tükətir. Yuxu bəs? Yəni yuxu da yəni yetər qədər yuxu almırsansa o da stres yaradır sənə. Hə, yəni əslində yuxu başqa bir komponent deyil, stresin tərkibindədir. Ona görə dedim də yəni fizioloji proseslər, yəni bir canlının sağlam həyatına mane olan hər bir belə deyək, faktor stresə səbəb ola bilər. Anladım. Aclıq, cinsi yoxluqdur, filandır, peşməkandır. Min dənə şey, yəni stresə səbəb olan detallar. Çox. Ən təməlində budur. Yəni bir canlının ən təməl özəyi nədir? Qidalanmasıdır, çoxalmasıdır. Okay, anladım. Ən təməldə buna mane olduğun stres yaradırsan. İndi artıq nəfəsini belə kəsən stres yaradırsan. Ümumi bir portret çəkdik. Ümumiyyətlə boyun qısalmasının səbəblərini izah elədin. Çox yaxşı, təşəkkür edirəm. İndi keçək Azərbaycana. Bəs səncə Azərbaycanda buna səbəb nədir? Birinci də genetikadır. Çox genetikamız. Azərbaycanlıların genində nə var ki, fikir vermişəm, Avropada olanda ərəb belə bizdən uzun idi ortalamada. Nəyə görə səncə? Təbii ki, regiona dəyişir. Yəni mən demirəm ki, bütün Azərbaycanlılar qısadır. Qısası var, uzunu var, amma ortalamada. Yəni ortalamada qısayıq.
1.71 deyən var, 1.67 deyən var. 1.71 kişilərdə 1.71, qadınlarda 1.64 4-dür səhv. Bəli, 1.64. 64 belə olur. Əfqanlardan uzun ol. Çünki onlar stressdədirlər də 30 illik müharibədədirlər. Heç onlar uzaq şərq ölkələrindən də uzun olur. Mən düşünməzdim. Məsələn, Şimali Koreyadan uzun ola bilər çünki stress altındalar. Amma Cənubi Koreya boylarını 1.61-dən 1.78-ə çıxartdılar 1950-dən bu yana. Bu da göstərir ki, sən dediyin stress amilinin çox rolu var. Amma genetikanı bu qədər tez dəyişmək olarmı? O sual var ağlımda. Genetik orada dəyişmir, genlərin mühitə verdiyi reaksiya dəyişir. Genlərin onsuz da o vaxtda problemi yox idi. Genlər həqiqətən uzanmağa meylli idi, fəqət stress onların çox qəşəng yanaşmadı. Amma Yaponlar hələ də Koreyalılardan daha geri qaldılar. Böyük ehtimalla onların həyatı daha da tradisional olduğuna görə daha stresslidir. Ona görə Yaponlar Koreyalılardan qısadılar. Maraqlı yanaşma ola bilər səncə? Onlarda elə Yaponlarda bilmirsən işləyir yoxsa ibadət eləyir, yəni bəlli deyil. Bəli. Ona görə də stresslidir deyə ortalama bir Yapon Koreyalıdan qısa olması çox normaldır. İşləyir ölən odur. İranlılar belə, məsələn İran cəmaəti belə 1.64-dən 1.78-ə 79-a qalxdı ortalama boyu. Deməli ki, Ari tayfalar, Hind-Avropa dil qrupuna aid olan xalqlar məncə boyu uzun. Ortalama boyu uzundur onsuz da. Tapılan məzarlarda 1.75, 1.80 arası, 1.90 arası çıxır boylar. Almanlardır. Yəni məsələn asiatiklərə nəzərən Hunlara və ya da digərlərinə nəzərən daha uzundular. Onlar bildiyim qədər daha kiçik olar. Əl-Məsudi yazıb bizim Oğuzlar haqqında 11-ci əsrdə. Deyir ki, düzdür, köçərlər arasında ən güclü onlardı, ən döyüşkənlər onlardı, amma ən qısalar da onlardı. Oğuzların qısa olduğunu deyir. Yəni düşün, ərəb o vaxt ortalama boyu 1.65, 1.70-dir. Ondan da qısacı 1.61 olardı. Yəni ola bilsin ki, köçərə həyat tərzi bəlkə də olan qısa. Tez böyüyürlər məncə ondan qaynaqlanır. Tez böyüyürlər, hə. Ki, biz kişilərdə testosteron hormonu bədəndə bütün metabolik prosesləri sürətləndirir. Yəni ona görə kişi sümüyü qadın sümüyündən daha sərt. O arada Azərbaycanda testosteron çox yüksəkdir. Çox yüksəkdir. Ay yaşa, gəlib bu temamızda danışaq. Bu əslində boyu uzadan bir şey. Necə uzun? Metabolik proseslər sürətlənir deyə bölünmə, çoxalma da artır bədən hüceyrələrində. Yəni bədən daha da böyüyür, əzələləri böyüyür. Amma eyni vaxtda da tez yaşlandırır. Amma sürətləndirdiyi üçün də o sürətlənmə qığırdağın nisbətən daha sürətli sümükləşməsi sənin böyümə imkanını qısıtlayır. Nə məndə qısıtlayır? Yeniyetməlik dövründə kastrasiya olunmuş, yəni cinsi orqanı kəsilmiş ya da cinsi belə deyək də hormonu ifraz olunmursa bir oğlanda, qədim edilən bir uşaqda. Qədim edilən bir uşaq deməkdə yeniyetmədə. Onun boyu qədim olunmamışdan daha uzun olur. Nisbətdə bir çox düzdür bu. Mən dəfələrlə görmüşəm ki, xədimlərin boyu daha uzun olur ya da ki testosteron amili, yəni testosteron müəyyən detallarla görmək olar da, bədəndə saqqalın azatla görmək olar. Onların həmişə az olduğu adamlar hündürboy olduğunu görmüşəm mən də. Hündürboy. Həqiqətən gör, çox qəşəng aydınlandım. Davam elə ləzzət elədim. Sonra Klinefelter sindromu deyirik. Genetik xəstəlikdir. Kişidə normalda 1X, 1Y xromosomu olmalıdır. Bunlarda 2X, 1Y xromosomu olur. Bildim. Aha. Bunlarda deməli testosteron azlığı var. Qadın səhv etmirəmsə hormonu çoxluğu var, yoxsa necə idi? Onların boyu uzun olur. Onların boyu uzun olur. Buna müqabil tam bədəndə tükülükləri, ikinci cinsi əlamətləri, birinci cinsi əlamətləri zəif olur. Yəni kişilik əlamətləri nisbətən zəif olur. Onun qarşılığında boyu hündür olur. Onda belə deyim, cinsi istəkdir, döyüşkənlikdir, aqressiyadır. Bu boyla əlaqəli bir şey deyil. Yəni qısa, hətta deyərdim qısa daha aqressiv ola bilər. Nisbətən testosteronla əlaqəlidir. Testosteronla əlaqəli. Uzun boyda testosteron yüksəkdir, qısa da testosteron eyni səviyyədədirlər, eyni reaksiya verəcəklər. Yəni bunda uzun-qısa ayrımı boşunadır. Amma orada yəni düzdür də, yəni misal üçün qaradərililər nisbətən daha uzun boylular. Bu deməkdir ki, olan testosteron aşağıdır. Aşağıdır, bəli. Yəni hər uzunla da əlaqələndirmə çox qarışıq mövzudur. Çox bir neçə gen birdən orada təsir. Ona görə başlanğıc dediyində bu bir çox genin nəticəsində baş verir. Bir neçə genin birdən işlədiyi bir prosesdir. Anladım. Demək Azərbaycanlılarda ortalama dünyada ən yüksək testosteron özbəklərdə də, Azərbaycanlılarda da, Xorvatlarda da səhv eləmirəmsə, bir də Kamerun olmalı idi. Bunlar ən yüksək testosterondur. Elə ortalamalar boylarına baxsan biraz digərlərinə, qonşularına nisbətən bax, özlərinə yox, qonşularına nisbətən qismən qısa olduqları görürsən. Ona səbəbi ola bilsin ki, testosteron o qığırdaq lövhənin daha tez bağlanması səbəb olur. Yəni həm sürətli uzadır, həm də çox tez inkişaf elətdirir. O qığırdağı bağlayır, lövhəni bağlayır deyə. Şeydir, məsələn 16-17 yaşında saqqalı çıxan Azərbaycan uşaqlar var da görürəm. Mən 16 yaşında saqqalım boy. Yəni yadımdadır. Yəni tez inkişaf edir deyə. O da deməkdir ki, ta bədən elə bir normal ova hazırlaşır. Müharibəyə hazırlaşır. Məsələn baxırıq ki, amma köçərlərdə baxırıq ki, üzlərə tük çıxmazat da az olur. Məsələn, kösə olurlar, bəli, üzlər buradan ancaq keçsə saqqalzad olur.
Bəs onlardan nə düşünürsən köçərlər? Mən niyə görə köçərlərə Araşdırmamışam. meyl edirəm? Çünki Azərbaycanlıların genində köçəri gen də var. İndi keçəcəm İrani genlərə, keçəcəm sonra Qafqaz genlərinə. Yəni da İrani deyəndə yəni bu regionda yaşayan Ona görə də yəni testosteron olması illa qısa boyluğa səbəb deyil. İnnakso boylar Ola səs deyil. bilər. Ola bilər. Necə ola bilər? Qısa boyluğa səbəb testosteron olmasaydı ondan daha uzun ola bilərdi. Hə, 1-2 santim, 3-4 santim belə dəyişir adama görə. Amma o demək deyil ki, testosteron çoxsa bu adam balaca boy olacaq. Anladım. Demək Əl-Məsudi nə dediyindən çıxış edirik, Oğuzların qısa olduğunu bilirik. Oğuzlar gəlir Azərbaycan xalqı ilə qarışır, Azərbaycandakı yerlərlə. Burada Qafqazlardan danışaq. Qafqazların ortalama boyu həmişə hündür olub. Ətrafa nisbətən. Amma bunu bununla əlaqələndirirlər antropolojida. Saf o doğru. Bunu sən deyəcəksən. Ümumiyyətlə dalaqları böyük olur ki, daha çox oksigen yığsınlar. Məsələn, Tibet xalqları kimi və yaxud da ki, Yeni Zelandiya xalqları kimi. Yeni Zelandiya deyirəm, üzr istəyirəm, İndoneziya xalqları kimi. Ona görə ağciyər daha böyük olur, ona görə döş qəfəsi böyüyür və bədəndə qismən böyük olur. Qonşuların nəzərindən qismən böyük olur. Ona görə ortalamada Qafqazlar digər Qafqazlar, yəni Qafqaz dağlarında yaşayan o xalqlar biraz hündürdülər. O məsələ ilə bağlı reaksiyan nədir? Fikrin nədir? Çünki 40 min il əvvəl gəliblər bu arada. Yəni səncə yetərli vaxtdır? Yəni avantaj təmin edilibsə olaraq bu şəraitdə ola bilər. Ola bilər, anladım. Məsələn, amma türklər arasında ən uzunu da Qırğız, Fulyan qırğızları sayılır orta əsrlərdə. Onlar deyəsən dağ tərəfdə yaşayırdılar. Pamir, Tian Shan o tərəfdə. Məgər köçərlərdə davamlı hərəkət etdikləri üçün birinci balaca bədən askı da ehtiyacı deməkdir. Bəli, nəzərə almaq lazımdır. Və sürətli hərəkət etmə imkanı verir onlara. Ona görə məgər onlar balaca boyluğa ilə əlaqəlidir. Düz deyirsən, sənin dediyini dəstəkləyəcək bir dənə fakt söyləyim. Böyük Fredrix, Prusiyanın kralı, ordu yığanda qısaları yığırdı. Deyir ki, həmazı yeyirlər, həm sürətlidirlər, həm kiçiyə hədəfdirlər, həm də ki, yerdən silah tez götürüb atəş ata bilirlər. Bu detallara görə qısalardan ibarət ordu yaratmışdı. Onun hatta sizə əksini yaratmışdı. Gigantlardan ibarət ordu yaratmışdı və 1.89-dan, 1.87 ya da 1.89-dan aşağı əsgər götürmürdü. O ordu başlayan kimi dağılır, böyük hədəf topla parçalayırlar. Yəni ağır hərəkət edirlər. Amma kiçiklər daha uğurlu olur. Amma ağırın kiçiyin hərəsində döyüşdə öz yeri var. Məsələn, ağır döyüşdə dueldə daha yaxşıdır. Yekə döyüşdə dueldə. İnkişaf etmiş bir artıq ordu sistemi var, nə bilim, orduda artıq kompartmentize olunub. Atlılar var, nə bilim, nələr var filan da. Yəni orada artıq ixtisaslar. Bəli. Amma mən dediyim daha çox biraz da primitiv dövrə köçər. Mən düşünürəm ki, böyük adamla kiçik adam duelində böyük adamın qalib gəlməsi %80 ehtimaldır. Yekədir də. Amma belə qrup halında döyüşəndə artıq baxır vəziyyətə situasiya. Bir də ki, məqama görə, məsələn, elə dağda döyüşürsənsə qısa olmaq daha yaxşıdır. Meşədə döyürsən qısa olmaq daha yaxşıdır. İndi atın yanında döyürsən qısa olmaq yaxşıdır. Atların hamısı qısa olmalıdır, yəni rahat. Amma atların özləri də qısadır. Atların özləri də qısadır. Onların heyvanları hamısı, o regionda hamısı qısadır köçərlərdə. Nəysə, bunu danışdıq, köçərləri danışdıq. Gələk Azərbaycan. Bir cinsi seçmə var. Superdir, yerə toxundun. Yəni qadınların erkəyi seçməsi görülür. Əla. Digər insan növlərində cinsi dimorfizm. Dimorfizm var, belədir. Hansıdır o? Avstralopitekdə. Avstralopiteklər təxminən 3-2 milyon il əvvəldən bəri ortaya çıxan bu avstralopiteklər var, insan nəslidir. Bununla bağlı danışmışam öncəki videolarda. Avstralopiteklərin dişisi kişisindən, erkəyindən ən azı 40%-lə deyirlər qısa olur. Yəni uşağı kimi görsənir. Çünki cinsi dimorfizm yüksəkdir. Yəni dişilər ancaq böyüklər, erkəklər seçir deyirdik. Amma elə deyil. Yəni bugünkü kimi deyil. Bir səsinə qısa oğlan deyil, tərs deyən qızlar kimi yox. Zaten böyük olan oğlan həyatda qalır deyə o törüyür. Yəni o dövrdə elə bir situasiya baş verib ki, sırf o xammal güc, yəni o vəhşi güc daha önəmli olub və ancaq onlar törüyüb, onların uşaqları erkəklər, yəni uşaqlar daha böyük olub. Beləcə erkəyin dişində qoyu qismən uzanıb. Avstralopitekdə belədir. Amma baxırıq Homo habilisdə erkək ilə dişisi arasında 20% fərq var. Niyə? Çünki artıq zəka problemi girir o işə. Qısa oğlan da zəkası yüksəkdir deyə böyükdən daha yaxşı görə bilir. Nəticədə o da çoxala bilir. Sonra baxırıq Homo sapiens 15% düşür. İndi get-gedə azalır. Yəni artıq kişilərlə qadınlar demək olar boyları bir-birinə yaxınlaşır. Keçən dəfə belə oxumuşdum. Niyə? Çünki ən kiçik kişi də çoxala bilir. Ən hündür qız da, qızdan çox ola bilər. Yəni artıq qadın onun boyundan çox zəkasına, statusuna önəm verir. Və buna görə də artıq determinist rol oynamamağa başlayıb boy. Ona görə şey deyir, biz bir əlamətin geniş bir spektrumda müxtəliflik varsa, yəni boy əlamətinin həm bir populyasiyadan uzun boylar, həm balaca boylar, həm onun ortasında çox sayda fərqli həyatda qala bilirsə, deməli burada o əlamət üzrə cinsi seçmənin zəif olduğunu göstərir. Çox qəşəng yanaşmadır. Onda belə çıxır ki, məsələn son dövrlərdə boy məsələsini çox söyləyirlər də sosial şəbəkələrdə. Çünki məsəl üçün burunla bağlı danışsan dəyişə bilirsən, qarınla bağlı danışsan dəyişə bilirsən, zəka ilə bağlı danışsan kitab oxuyub inkişaf elətdirə bilirsən. Məsəl üçün saçı rəngi desən rəng vura bilirsən, amma boy məsələsini dəyişmək olmur.
Elə məsələlərə insanlar fokuslanır ki, qəsdən boy məsələsi dəyişməsə qızıq yaratsın insanlarda. Əksiklik hissinə Əksiklik hissinə görə də belə mövzuları paylaşırlar. Mən də buna görə zaten mövzunu səndən danışıram. Onda ola bilsin ki, bu boyun bu qədər reaktivləşməsi, yəni boya bu qədər reaksiyaların artması son dönəmin məhsulu ola bilərmi? ola bilər. Filmlər və digərləri, Ola bilər. modellik anlayışı. İstər-istəməz yəni filmlərdə, nə bilim kinolarda, seriallarda gözəl, yaxşı görsənsində yaraşıqlı, enli kürək, hündür boylu, məzələli filan oğlanlar ya qadınlar. Enli kürəkliklə bağlı bir danış. Məncə enli kürəklik tarixdə çox az rast Enli gəlir. kürəklik belə deyək ki, Yəni son şeydə, illərdə təkamülü. nisbətən artmış bir şeydir. Daha əvvəlki, atıram 10 min il əvvəl filan insanlarda bu çox da rast gəlinmir bir şey. Bodybuilder var, belin qaşıya bilmir. Dəşə vəhşi təbiətdə həyatda qala bilər, belin qaşıya bilmir. Mümkün deyil. Yəni enli kürəklik əksinə təbiətdə uğursuz bir Dar seçimdir. kürək. Yəni Dar insanlar kürək həqiqətən yaxşı. dar Görmüşük, kürək. hamısı düppədüzdür beylər. Niyə? Cəld olsun. Aç, keçini gəl oğlu gəl buraya. Mən dindim sən Son əzələr keçir. illərdə biraz enli kürəkli, biraz estetik şey olaraq gözə Yəni, xoş gəlir. məsələn, qadınlarla bağlı da bu var. 1940-50-yə qədər qadınların kilosu çox da fərqindəlik yaratmırdı. Amma modellər artıq arıq seçilməyə başlayandan sonra arıq qadınlar daha çox gözə xoş gəlməyə başladı kişilər tərəfindən də. Yəni bizim əslində bir şey bəyənib bəyənməməyimiz belə kontrol altındadır böyük ölçüdə. Hə, manipulasiya. Manipulyasiyanın altındadır. Məsəl üçün indi oğlanların əksəriyyəti biraz arıq və yaxud balıq ətli dedikləri qız tipi bəyənirlər də. Kök qızı və yaxud da ki, qismən biraz yağlı qızı bəyənmirlər, köklü qızı kök qızı bəyənmirlər. Bu 1950-dən bəri gələn modellik anlayışı ilə bağlı olduğunu deyirlər. Çünki modellər ancaq arıq seçdikcə artıq onun gözəl olduğu gözə soxuldu. Amma ondan qabaq elə deyil. Eynən bu boy məsələsidir, göz rəngi məsələsidir. Məsələn, bax sarışından çox şişirdilər. Heç mənası yoxdur. Məsələn, getdim mən sarışınların çox olduğu ölkə, onlarda da qaraşınlar da bəyənir. Avropada belə bir şey var. Yəni insanı belə sarışın təsvirləri. Bəli. Yahudi olmasına Bu da Avropa-sentrik yanaşmadır. Məsələn, baxırıq ki, Yaponiyaya gələn Avropalılar, bu arada çox böldüm, çox üzr istəyirəm, maraqlı mövzu açıldı, istədim öz fikirlərimi bildirim. Məsələn, Yaponiyaya gələn Avropalıların təsvirləri var. Yaponlar gələn Avropalını Yapon kimi təsvir eləyir. Qismən gözü qıyıq, sarışın. Düşün. Və yaxud da ki, keçən dəfə Əhməd Hoca var, tarixçi, Göytürklərlə bağlı danışır. O dedi ki, türklərin hamısı monqoloid olmayıb qədim dövrdə, asiatik olmayıb. Onun Çinlər elə təsvir edir, özlərinə oxşadır. Yəni kim hansı toplum kültür üstündürsə, dominantdırsa, ətrafı da özü kimi təsvir eləyir. Ola bilsin ki, sənin o dediyin İsa Məsih anlayışı, o sarışınlıqdır, görüntüdür, o dövrdə şişirdilmiş bir şeydir. Hətta Leonardo da Vinci'nin də elə bir rəsmi var ki, Cəbrailin Məryəmə İsa'ya hamilə olduğunu xəbər verməsi. Bəli. O rəsmi, məsələn, o rəsmi bir çox sənət tarixçisi bəyənmir. Hətta Da Vinci'nin bir növ belə deyək də gənclik dövrü, daha hələ xam dövrünün əsəri olaraq dəyərləndirir və deyir ki, yəni bu elə də bir ciddi əsərdir. Nəyə görə? Çünki Avropa sentrik yanaşır. Avropa-sentrik yanaşır. Məryəmi bir Avropalı kimi təsvir edir. Amma əslində adam semitdir də, yəni. Semit nətər olur? Natufiyan mədəniyyətindən gəlir, onların tipini bilirik, yəni. Ərəbə oxşamalıdır, bir qarabuğday bir adam olmalıdır. Qarabuğday bir adam olmalıdır. Avropaid bir sifətdə bir, yəni həm Cəbrail, həm geyim tərzi, həm üz. Hətta aryanlar belə o qədər sarışın olmayıblar. Skandinaviya qalxdıqca. O qalxdıqca Sintaşda yaşayan o Hind Avropalılar və Yamnada yaşayanlar bu qədər sarışın olduğunu düşünmür. Uzaq qumral oldular. Məsələn, o regiona gedən hamısı yəni sarışınlaşır da get-gedə. Məsələn, Palovetslər dedikləri bir türk tayfası var. Kumanlar deyəsən Palovets deyirlər, ruslar. Yəni sarışın deməkdir. Kuman sözü qumral deməkdir. Yəni var onsuz da sarışınlar, amma o regiona görə dəyişir. Nəysə, bunu da dedik, çox qəşəng məlumatlardır. İndi keçək Azərbaycana. Azərbaycanda hansı genə görə biz qısayıq? Onu bilmirəm, yalan deyirəm. Yəni dediyim kimi çox genlikdir deyəndə, yəni o konkret bir neçə genin kombinasiyası buna təsir eləyir. Nəticədə bizim boyumuz qısa qalır. Amma İtalyanlarda da müşahidə olunur. Ola bilsin ki, Azərbaycanla İtaliya arasında bənzərlik ola bilərmi? Ola bilər. Sən desən bir dəfə demişdin. Bir dəfə onunla bağlı paylaşıb vermişdim. Yəni bu tərəfdən oraya bir gedib yayılma olur. Anadolu yerli əkinçiləri sayılan əhali İtaliyaya köçüblər. Etrusklərin onlardan gəldiyi düşünülür. Neçənci əsrdir bu? Eradan əvvəl 2-1 minillik arası. Çox qədim dövrdə. Hind Avropalılar Avropaya getmədən qabaqdır. Yəni müasir Avropalı sandığımız insanların Avropaya getmədən qabaqçı dövrdə ora yerləşən Anadolu əkinçiləri var. Əhəmənilərin də orada Yunan koloniyaları salınandan sonra o çox güclü detal deyil. Çünki o dövr artıq eradan əvvəl 6-cı, 7-ci, 5-ci əsrlərdə o elə də güclü köçlər yoxdur orada. Amma biz danışırıq 1000 illik bir köçdən, Anadolu köçləri. O Anadolu yerliləri bu gün də geni tapılır. Məsələn, Azərbaycanda bir çox genetik test verəndə gedir Cənubi Siciliyadan, Cənubi İtaliyadan zətlər. O deməkdir ki, əslində vaxtında olmuş köçdür. Ola bilsin ya Yunandır, ya Yunanların köçü zamanı gedir. O vaxt ondan da Yunan demirdilər. Ya da Anadoludan köçən adını bilmədiyimiz tayfalardır ki, o Anadoludan köçənlərin də heç bir nə Farsa, nə Türkiyə, nə bilim bu Hind Avropada dəxli yoxdur. Bunlar ola bilsin köçüblər, Azərbaycana da gəliblər
və ona görə bu gen yayılıb. Məsələn, Okinawa yerliləri var. Okinawa yerlilərində bəzi genetik xüsusiyyətlər var ki, onları həm uzun ömürlü eləyir, həm də qısa boy eləyir. Yəni qısa boyluqla uzun ömürlüyün yaxın mövzu olduğunu düşünürlər. Nətər? Məsələn deyirlər ki, baxırlar ki, qısa boylu adamlar uzun boya nisbətdə eyni şəraitdə daha uzun yaşayırlar. Eyni şəraitdə bax bunu deməliyik. Niyə? Çünki məsələn bu gün almanlar uzun ömürlüdür, amma hündürdürlər. Bu səbəbi əslində tibdir, sonrakı təsirlərdir. Və yaxud da ki, qısa boydur, bir ortalama bir Afrikalı və yaxud da kasıb dövlətdən olan biri və yaxud da hansısa kasıb Asiya dövlətdən olan biri həm də tez ölür. Çünki bunun qısa boy olmasının da tez ölməsinin səbəbi əslində stressdir və pis həyat tərzidir. Yəni bu deməkdir ki, pul olan yaşayır. Pul olan həm uzun olur, həm yaşayır, o heç. Amma ortalamada bir cəmiyyətdə qısa boylar uzun boylar nisbətən uzun yaşayır. Bununla bağlı bir araşdırma oxumuşdum. Məsələn, Okinawa yerliləridir, Aşkenaz yəhudiləri. Aşkenaz yəhudilərində də var. Həm uzun ömürlük var. Uzun ömrü olmasına səbəb olan gen həm də onun qısa olmasına səbəb olur. Bu da səhv etmirəmsə, demək O da yenə birbaşa təsir deyil yəni. Birbaşa təsir deyil. Çünki hüceyrədə telomerlər var, sən məndən yaxşı bilərsən. Hüceyrə bölünməsini, sürətini zəiflədən gen var. Belə deyək, bölündükcə onun DNT-sində, yəni xromosomların başında telomerlər dediyimiz bir gen nukleotidlər qrupu var. Bu nukleotidlər qruplarında hər hansı bir belə məlumat kodlaşdırmır. Onların orada olmasının səbəbi xromosomun bölünmə zamanı ikiləşməsində onu qorumaqdır. Ki, gen itkisi yaranmasın. Çünki belə deyək, indi biraz histologiyaya girəcəm. Biz DNT-nin ikiləşməsi dediyimiz bir proses gedir. Belə zamok kimi düşün, onu açırlar, sonra hər zamokun hər ucuna təzə bir zamok gətirib bağlayırlar. Bir düşün. Zamok normalda bağlı deyil. Onu belə açır, sonra hər ucuna təzə bir zamok bağlayır. 2 dənə, onda alırsan 2 dənə. Anladım. Prosta bunu bağlayan, yəni bu açıb onu ikiləşdirən zulaların bir gözü, bir şuuru yoxdur ki, gedib indi başladığı yerdən toxunsun, oradan tık aşağı ensin. Aha. O gedir hər hansı bir yerdən toxunur, başlayır tık aşağı enir. Və o hər toxunduğu yerdən üstündə bir neçə nukleotid yuxarı tam ki DNT burada qurtarır, bu gəlir yapışır bura. Bir neçə nukleotid burada qalır kopyalanmadan. Bəli. O buradan aşağısına kopyala gedir, oradan qopurlar gedirlər. Telomerdən bir ucundan qopur. Hər və bölünmədən sonra baxırsan ki, xromosom biraz qısalır. Hər bölünməsin qısalır gedir. Aha. Müəyyən bir qısalığa gəlib çatandan sonra xromosomun bölünməsi dayanır. Çünki bölünsün hüceyrə dağılacaq. Gen etkisi. O da ölüm deməkdir artıq. Hə də ona görə qocalanda hüceyrə bədənin bərpa olunması zəifləyir. Qocalıq zaten o deməkdir. Qocalıq bərpanın zəifliyidir. Ona görə qırışdırma zad baş verir. Oy da, nə qədər hüceyrə bərpası çox zəif. Qəşəng izah elədin aha. Bundan başqa telomeraza dediyimiz səhv etmirəmsə, olan hatta uzundur fermentlərin bir ferment var. O qopmuş parçanı təzədən yerinə qaytarır. Belə fermentlər də var ki, xərçəng hüceyrələrində yəni sonsuza qədər bölünə bilməsinin səbəbi də bu fermentin yüksək aktivliyidir, yəni bir səbəbi. Yəni o fermentin aktivliyi. O fermentə zərbə vuracaq bir dərman tapsaq xərçəngə qarşı çıxar. Çox o qədər bəsit danışıram. İlkələ mövzu da bilmirəm yəni. Hə, sadəcə maraqlı. Gedib ora çatma var. O dərman gedib ora çatması var. Bəli. İndi belə çıxır ki, bu tez bölünürsə hüceyrə, tez yaşlanır. Yəni o da hüceyrənin telomerazası da aktivliyi zəifdirsə, və boyu uzanmasına səbəb olan da hüceyrənin böyüyüb hüceyrə artımıdır. Yəni hüceyrə az bölünürsə, o demək ki, sən həm qısa qalırsan, həm də uzun ömür yaşayırsan. Onu əlaqələndirə bilərik. Yəni bu böyük bir bədəndirsə, yəni dediyim kimi hüceyrə çox bölünür. Plus da ki, bu hüceyrələr ölümsüz deyil ki, yəni sinir hüceyrələr tamam doğulandan sonra ölənə qədər sağ qalırlar. Növbəti suala keçərək. Digər hüceyrələr davamlı dəyişirlər. Yəni xüsusilə qan hüceyrələrimizdir, bağırsaq hüceyrələrimizdir və s. kimi onlar davamlı yenilənirlər. Hətta bəzi çox sürətli yenilənirlər, bəziləri yox, amma yenilənirlər. Yenilənirlər, anladım. Bu yenilənmə də belə göydən düşməklə olmur, əlbəttə ki, bölünməklə olur. Bölünməklə olur. Ona görə davamlı, yəni bir bədən böyükdürsə, hüceyrəsi də çoxdur, bölünmə prosesi də çox gedirsə, istər-istəməz qocalması sürətli gedə bilər. Hə, bax indi çatdı. Gedə bilər. Yenə deyirəm, bax sərdən 1000 dənə örnək vermişik. Bunların hamısını qarışanda ortaya bir şey. Elə bir asandır, hə. Universal bir belə kateqorik deyə bilmirik ki, hə, belə olanda filan şeydə belə olacaq deyə bilmirik. Çox düz, çox düz. İndi növbəti mövzu. Yenə bir sual verəcəm, amma ondan qabaq biraz danışmalıyam. Ümumiyyətlə əksər xalqlarda belə bir deyim var. Azərbaycandakı qarşılığı budur. Uzun nağlı topuğunda olar. Bu düzdür. Qətiyyən
belə bir şey axmaqlıqda heç bu haqda danışmağa dəyməz, amma yenə də gəl danışaq, axmaqlıq eləyək. Deyirlər ki, uzun boylar, qısa boylar uzun boylardan daha ağıllı olur, daha uğurlu olurlar. Bunun heç bir elmi əsası yoxdur. Yəni məsələn deyirlər ki, Napoleon qısa olub, görsən, qısadırsa uğurludur. Ya tamam da Abraham Lincoln uzun olub. Və heç də çox böyük bir şəxsiyyətdir. Və yaxud da ki deyirlər ki, nə bilim, hansısa türk səkilərdə hansı səkilər deyirlər bu boyu qısa olub. Subutayın boyu deyirlər qısa olub. Tutaq ki, Lionheart Richard var ya, İngiltərə kralı 1.92 olub. Böyük liderdir. Səlahiyyətini də məğlub eləmiş liderdir. Yəni uğurun, yəni zəkanın boya dəxli yoxdur. Uzun ağıl topuğunda olaraq xalq deyimi də yenə deyirəm, amma bu biraz bizim fikrimizi oynadır. Yəni bu kökü təməlsiz deyil. Ola bilsin ki, bu mənim iddiamdır. Qədim cəmiyyətlərdə qida az olduğuna görə uzunboy adamın qidalanması daha zəif idi deyə daha az düşünür, daha zəif düşünürdü. Yəni bütün bədəni doymurdu, zəkası beyin də doymurdu. Məsələn, çox bəsit, bayağı izah edirəm, bilirəm. Qısadan daha zəif düşünür, amma qısa ondan daha ağıllı düşünürdü. Bununla əlaqəli ola bilər, yoxsa qısa özünü isbat etmək üçün uzundan daha çox canfəşanlıq eləyir deyə daha çox önə çıxa bilər. Bu iki səbəbdən, yəni biri sosioloji dedim, bioloji. Sən hansıdır? Birinci belə deyim, yəni əksər insanların belə əksəriyyətin doğru bildiyi şeylər, onlar ingiliscə common sense deyirlər. Aha. Bizdə də səhv etmirəmsə, lap belə köhnə şeylərdə əfkar-ı ümumiyyə deyirlər. Yəni əksəriyyətin fikri, əksəriyyətin deyək, əksəriyyətin düşüncəsi. Bunların demək olar ki, tamamı xurafədir. Yəni xurafə ilə common sense demək olar ki, eyni şeydir. Yəni əsassız onlara elə gələn, onların elə olduğunu inandığı şeylərdir bunlar. Amma əlbəttə ki, elmi olaraq belə deyil. Yəni elmi olaraq biz belə empirik olaraq araşdırırıq, düşünürük üstündə, testlər aparırıq. Yəni belə bir şey yoxdur. Yəni deyək ki, uzun boy belədir, yoxsa qısa boy belədir. Dediyim səbəblərdən qaynaqlana bilər, bəs xalqın deyimi. Bəlkə. Napolyon sindromu deyirlər. Bəlkə ola bilər. Qısa boy özünü daha çox isbat etməyə çalışır. Belə bir zərurət yoxdur da. Belə bir zərurət yoxdur. Yəni Afrika qəbiləsinə getmirsən, orada onu deyə bilərsən. Yəni hər hansısa bir Afrika qəbiləsinə. Bəli. Adam boğarlar, fikirlər yeyirlər. Məsələn, hətta bəzi tayfalar var ki, orada məsələn həmişə ən sevdiyim Zulular. Zulularda şey var məsələn, hündür boyları daha əzələli olanlar lider seçirlər. Amma zamanla görüş dəyişir. Məsələn, bəzi tayfalar var ki, orada artıq daha sakral xüsusiyyətlərə sahib olan, yağış yağdıra bilən adamı seçirlər inanclara görə. Bəziləri seçir, daha köklüləri seçir. Bəziləri daha ağıllıları seçir, plan quranları seçir. Bizimkilər, yəni Avrasiya xalqları böyüsün zəkiləri seçirlər. Çünki o da yəni bütün xalqın əvəzindən düşünən. Amma tarixi liderlərə baxırıq boy ortalamalarına. O bayaq dediyim fikrə nəzərən, yəni sən Yuli Sezarın boyu 1.70 deyirlər. Böyük İskəndərin boyunun 1.65 ilə 1.60 arası, hətta 1.57 deyən də var. Ondan sonra Çingizxanın boyunun da 1.65-1.75 arası da deyirlər. Məhəmməd Peyğəmbərin də boyunun 1.65-1.75. Yəni 1.65 civarı oynayır. Niyə? Çünki ümumiyyətlə oturaq əhalinin boyu 1.65-dən götürülür. Köçər şeyin, o daş dövründə yaşayan, ət daha çox, protein daha çox yeyən daş dövrü adamın boyu əslində əkinçidən daha uzun olub deyirlər. Məsələn, baxırıq ki, köç eləyən insanlar var miqrasiya daş dövründə. Onların sümükləri, Kromonian adamların sümükləri daha sonra Neolit dövründə əkinlə məşğul olan insanların sümüyündən daha uzundur. Yəni əslində daha uzun olub, 1.75 sad olub da. Daha uzun deyəndə 1.75. Sonra düşüb 1.65-ə. Sonra təzədən sənaye dövründə biraz da zəifləyib, boy yenə aşağı düşüb, sonra son dövrdə qalxıb yenə 1.85-ə, 1.80-ə. Bu da sənin dediyin isbat edir ki, qidadır, stressdir, həyat tərzidir, buna təsir edir. Köçərlərdə ola bilsin ki, yəni onlar davamlı ətni qidalandığı üçün. O köçər dediyimdə daş dövrü köçərisi. Daş dövrü köçərisi. Hə. Kromonion adamdır. Məsələn, Neandertala baxırıq, ən qısa insan növlərindən biridir. 1.65 ilə 1.55 arasıdır ortalamada. Qadınlar 1.51 zad olur. Yəni qısadır amma ən güclü insan növüdür. Yəni qısa olmasına baxmayaraq ən güclüsüdür. Çünki birlikdə nədir? Yaxşı bilirsən. Yəni bu da onu göstərir ki, o tarixi şəxsiyyətlərə baxanda da məsələn Sezar dedim, kim başqa deyə bilərəm? Ağlıma George Washington 1.90-dan yuxarı olub boyu. Sonra Oda Nobunaga var, Yaponiyanın ən məşhur lideri, Tokugawa Ieyasu ilə birgə Yaponiyanı birləşdirən. O boyunun haqqında məlumat var, deyəsən Portuqaliyalılar görmüşdü. Onu da deyirlər ki, qısadır. Ondan sonra Şah Abbas qısa olub. Ona görə uzun daban geyinirmiş deyilənə görə. Uzun dabandan sonra Avropaya yayılır. Uzun dabanlı olsa kişi ayaqqabısı. Kişi ayaqqabısıdır. Bəli. Məsələn, o Şah Abbasın da boyun qısa. Şah İsmayil orta boy deyirlər. Ondan sonra Fatih Sultan Mehmet orta boy. Orta boy da o dövrün orta boyu 1.70-1.65 böyük ehtimalla. Yəni belə bölgüdür və bu qısa adamların uğurlu olmasının mənasına gəlmir. O dövrün qısalığı normal imiş o mənasına gəlir. Yəni o dövrdə qısanın sayı çoxdur. Bizə görə qısanın sayı çoxdur. Müasir dövrə görə ortalama biraz aşağıdır. Amma qısa olmaq sənə zəka verir, sənə üstünlük verir deyil. Əksinə hətta deyərdim ki, bəzən xarizmanı çizir, daha stressli olmana səbəb olur. Çünki belə bir araşdırma oxumuşdum.
çox danışdım bu arada. Məktəblər var. Məktəblərdə araşdırma edirlər ki, qısa boy uşaqlar, oğlan uşaqları uzun boy uşaqlardan daha stresslidir, daha zəif nəticələr gəlir. Niyə? Dişilər tərəfindən diqqət görmür axı. Bir də ki, dayanmadan açır reelsləri görür Instagramda. Qısa boylara söz atırlar da durmadan. Dəyişə bilmir, əsəbləşir. Məsələn, mən bu araşdırmanı oxuyanda anlamışdım ki, əksinə qısa boyluq dezavantaj ola bilər. Buna bağlı fikrin nədir? Yəni şəraitdən şəraitə dəyişə bilən bir şeylərdir bunlar əslində, amma necə deyim? Yəni düşünürsən ki, fikirlər dəyişsə, buna reaksiya dəyişsə, stressi də azaldır. Anladım. Daha çox insan özünə, yəni müasir dövrdə stres idarəsi insanın özünə asılıdır. Hə. Yəni sən belə bir növ öz iradə və öz əlvə almalısan. Marcus Aurelius kimi də stoik fəlsəfə ilə yanaşırsan. Anladım. Onda sənə növbəti sualı verim. Bu şeydə internetdə yəni yüksəkdir bu. Yəni əzələlidir, nə bilim, hündürboydur, filandır. Tam məsələn rəsm paylaşanlar da bu gözün rəsmi ilə paylaşır ki, yəni sən mən bunu nətər çəkə bilərəm, sən rəssamlar da filan ola bilər. Hə. Məsələn, yəni necə ifadə edim, yəni bir pornoqrafik kimidir. Bəli. Hər şey açıq-saçıq ortalıqdadır və həm səni təhrik edir, həm səndə bir əksiklik kompleksi yaradır. Yəni bu yəni sənə onu elə göstərir ki, malını sənə bir növ satsın. Eynən, tam. İzləyici yığsın və s. Bəli. Əslində bunlar hamısı jobdur və dünya əhalisinin deyəsən 10%-nə qədəri 1.80-dən yuxarıdır, hə? Və insanı bilmirəm hər nə qədərdirsə, və insanda bir manipulyasiya eləyir bu. Manipulyasiya eləyir, hə. İnsanların böyük qismi 1.65, 1.78 arasıdır. Yəni çox azı 1.80-dən hündürdür. Amma hamı 10% istəyir. Qadınlarda şey var, deyəsən belə bir söz vardı, bilmirəm. Hipergamiya deyirlər var. Ən yaxşı həmişə istəyirlər, qadınlarda var. Amma kişilərdə də var da. Yəni deyir ki, boyuma görə məni baxmır. Ki sən onun görüntüsünə görə baxırsan da. Yəni iki tərəf də eyni şeydir əslində. Sadəcə bir-birini aşağılamaq üçün öz estetik dəyərlər hər zaman dəyişir. Estetik dəyərlər hər zaman dəyişir. Yəni önəmsiz bir şeydir. Və manipulyasiya da açıqdır. Bəli, manipulyasiya eynən, çox açıqdır manipulyasiya. İndi növbəti suala keçək. Necə bir həyat tərzi bunun qarşısını alır? Məsələn, boy. Nəyə qarşı? Yəni bir ana üçün uşağına nə tər davransın? O yəni bir uşağın tam 20 yaşı ilə tamam olmamış bir uşağın babası, atası, anası, hansı əsasən də babası, atası nə boydadırsa, uşaqlar yəni oğlan uşağına söhbət gedirsə, əksər hallarda elə həmin boyda olur. Yəni tutalım ki, ola bilər ki, bəlkə ata 1.80 olsun, ana atıram 1.50 olsun, 1.45 olsun. Yəni onda uşaqlar balaca boy ola bilərlər. Yəni analarına bir növ bənzəyə bilərlər genetik olaraq. Məsələn, bizdə elə oldu. Mənim nənəmin boyu çox qısa idi. 1.48 deyən var, 1.50 deyən var. Babamın boyu 1.70-lərdədir. Uşaqlarına baxıram, bütün anatomiya deyirəm, atalarıma. Qısa boyluğun biraz dominantlığı var. Dominant gen olaraq, yəni qısa. Bax niyə dominantdır? İndi ona gələk. O mən də bilmirəm. Bir sən niyə görə baxıram ki, insanların əksəriyyəti o boydadır və uzun boylarda ortalamada daha çox sümük problemləri ortaya çıxır. Ola bilsin insanın ən uyğun boy bizim qısa saydığımız və orta saydığımız boylardır. Ola bilərmi o? Ola bilər. Çünki baxıram ki, UFC-də belə lightweight var, o 1.70-lər, 1.75-lər. Orta döyüşdə daha çoxdur orada. Boya çox takılmaqdansa, yəni ilişib qalmaqdan sonra da ümumi skeletin sağlamlığına baxmaq lazımdır. Yəni qidalanması normaldır o uşağın? İdman yetər miqdarda eləyirmi? Stress səviyyəsi necədir? Tam ağır bir stressdə yaşayırsa, yetəri qədər idman eləmirsə, yəni olsun tam ki, qalxdı 1.80 oldu, amma sümüyün içi boşdur. Yenə mən də boş, yəni loru dillə deyirəm. Yəni sümük zəif inkişaf edir. Yəni o idman eləməli, tam o atıram ağır bir yükdən filan o sümük zədələnə bilər və s. Ona görə yəni özəlliklə də yeniyetmələrdə, yəni artıq cinsi yetişkənlik dövrünə çatmış uşaqlarda çox məsləhət görür idman edir. Növbəti sual verim. Deyirlər ki, ana ilə atanın boyunu hesablayırsan, sonra 2-yə bölürsən, üstünə 7 gəlirsən. 7 də o testosterondan gələn boydur. O ortalama uşağın boyunu çıxarır. Mən çox addım sandım çıxdı, yəni 80%-dən. Var, elə bir hesablamalar var, görmüşəm mən də. Amma yəni yenə dedim, tam %100 şey deyil. Yəni əksər ümumiyyətlə doğru ola bilər, amma hamısına keçərli ola bilməz. Hamısına keçərli ola bilməz. Universal deyil. Universal deyil, anladım. Uşaq gedib tam başqa bir autosom genlərdən birinə də bənzəyə bilər də. Hərdə orada hansı gen aktivləşə bilər. Yəni tutalım ki, ata-ana hesabladım, tam dedim ki, filan boyda ola bilər bu uşaq. Bəlkə o embrional işlərdə bir xəstəlik keçirdi. Bəlkə mutasiya keçirdi uzandı. Mutasiya ki, yox. Ki də
ziqotun əmələ gəlməsi, sonra mayalanmadan sonra nə bu təsir keçəcək. Aynen, bilmirəm yəni. Zahirən də Embrionlar var özümə. inkişafda belə deyək də bir problem yaranarsa, qidalanmasına və ya infeksiyon xəstəliyi falan keçirərsə, hər hansı bir problem yaşana bilərsə, onun boyunda təsir edə bilər. Yəni belə bir potensial var. Anladım. Təsir edə bilər. Bir dənə də sual. Bu ayağın kəsib uzadırlar. Hə, cərrahi əməliyyatlar mümkündür. O sağlam 20 yolu yaşdan yoxsa? sonra bir rəy deyə bilmərəm, eləyənlər var da. Səncə gələcəkdə ziyan olacaq bir həkim olaraq nə düşünürsən? Yəni nə baxım. Məsələn, getdim birini uzatdı. Bir dəfə gördüm biri uzatdı, ayağı çox pis günə düşdü. Sən təro uzandı, dizləri bir-birinə belə dəydi, sonra belə X oxşadı ayağı. Hə, düz əməliyyatdan sonra düzgün fizioterapiya almasa, yetəri qədər tam düzgün idman hərəkətlərini etməsə və yaxud da tam gələ oradakı sümük bərpa olmayıbsa, yəni sümüyün bərpası necə gedir? Tam bir insanda bir sümük qırıldığı zaman, sındığı zaman o sümüyün o qırılmış ərazisi birinci hematom əmələ gəlir, qan sızır, qan laxtası. O qan laxtası oradan təmizlənir. Sonra qığırdaqdan orada bir necə deyim, nə deyilir ona? Döyənək deyək. İngiliscə yəni hərfi tərcüməsi döyənək gedir. Onun döyənək əmələ gəlir. Ki iki sümük fikirləş, bunlar sınıblar. Normalda bu bir tam olmalıdır, bu sınıb. Bunun ortasında bir belə qığırdaqdan döyənək əmələ gəlir. Bunların ikisini də örtür o. O döyənəyin içində dediyim kimi qığırdaq əmələ gəlir, o qığırdaq yavaş-yavaş sümükləşir, eyni də embrionlar inkişafdakı kimi. Sonra sümükləşib qutarandan sonra normalda belə dümdüz olmalı olan sümük, tam ki buradan sınıb deyək. Sonra bərpa olundu. Burada belə bir toppuşluq əmələ gəlir. Aha. Yəni bu da böyük bir sınıqdırsa. Yəni düzgün idman eləməsə və s. kimi o ola bilər ki bir bəlkə də rentgenoloji olaraq bəlkə bir orada Yəni kəsib sümüyü zamanın bu uzatma mümkündür. Mümkün. Normal. O ziyan verəcək, gələcəkdə ona deyirsən ki, bilmirik. Yəni o xəstənin özünə asılı. Xəstənin həyatına asılı. Soyuqsa deyəndə ağrı verir. Onlar ola bilər. Rütubətdən ola bilər. Hə, rütubət. Soyuqdan da ağrıyanlar rütubətdən ola bilər. Yəni implant olunmuş tam ki onurğasına və s. kimi sümüklərinə implant olmuş adamlarda ağır rütubətdən ola bilər. Anladım. Yəni belə çıxır ki, boyumuzu əslində gələcəkdə daha yaxşı üsullarla uzada bilərik. Əgər bu Cərrahi bir dənə biz cərrahini bilirik hal-hazırda. Amma o da mən şəxsi fikrimdir. Bu estetik olaraq yaxşı göründüyünü düşünmürəm. Estetik olaraq. Çünki bütün bədən o qısa boya uyğun formada inkişaf edir. Sən risk ayağı uzatdın, çünki bütün bədən olan mütənasiblik pozulur. Estetik olaraq, yəni ümumiyyətlə estetik gözəllik biraz da nisbətlə əlaqəlidir. Bədən üzvlərinin bir-birinə nisbəti ilə. Simmetriya hətta nisbətdir. Bir-birinə ölçüsünün nisbətləri. Yəni bizim bir müəllim var idi deyir mənə gəlib deyirlər ki, burnumu əməliyyat eləyim, fındıq boyu eləyim. Deyirəm mənim deyir bu boyda yekə sifətim var. Sən deyir buna fındıq burun elədin. Yaraşmayacaq axı üzünə. Ay sağ ol, çox düzgün. O da elə yəni sənin əlin balaca, barmaqların balaca, qolların qısa, ayağı risk uzatdın, oldun 1.65-dən tam 1.85, 20 sm uzatdın, tutalım. Yəni əllərin cibə çatmayacaq. Elə bir kibrit qutusu kimi şey oxşar, dişsə biraz sən əllərin cibə çatmayacaq. Həm də güləşə də bilməz ya adam. Uzun müddət bəlkə də bir il o qasa da bilməz. Oy. Bir cür oldu. Mən qəribə oldum. Ümumiyyətlə sümük kəsilməsi ağlıma gələndə belə bir cür oldu. Ona görə yəni yenə də insanların öz seçimidir. Məsələn, elə adam var ki, ayaqları çox qısadır, bədəni yekədir. Mən görmüşəm, erektus oxşuyurlar. Amma erektus var belə yeriyirlər. Amma onlar uzatsa okey. Onlar o bir söz demirəm. Amma belə bədən mütənasibliyin qəşəng ki, okey. Valla uzağı 30 yaşa qədər təsir eləyir o da insan psixologiyasına. O dişi sesimi mərhələsi olur, eyni vaxt sonra. Biraz əksikliklə əlaqəlidir. Yəni sən özünü əksik hiss etməsən. Ümumiyyətlə insan bir şey eləyirsə, nəyisə əksikliyindən ötəri edir. Yəni bir növ belə deyim. Əldə etməkdən ötəri. Ay sağ ol. Yəni anladım sən. Bir dənə mən zəhləm gedən bir şey var. O dayanmadan paylaşırlar ki, stretching hərəkətləri boy uzadır. Deyir ki, bunu eləyim boy uzanacaq. 20 yaşdan sonra belə bir şey yoxdur. İstir tut. Belə ola bilər ki, tam ki o uzun müddət oturaq iş gördüyün üçün omurğan da biraz kifoz kimi filan xırda-xırda dəyişikliklər gedə bilər. İdmanla, fizioterapiya ilə onu təzədən açıb bir növ boy uzanmışmış kimi göstərə bilərsən. Amma boy dəyişmir. O sənin asıl orijinal boyundur, sən balacalaşmışdın. Sən balacalaşmısan. Oturaq həyat keçirmisən. Yəni sallaşmaqla zaten boy uzanmır. Yəni uşaqlar gəl sallanır sizə belə, yəni boy uzatmır. Bilirəm, çox pis xəbərdir.
Amma deyil də yəni. Yəni 20 yaşı Hə. keçmiş adamda belə bir şey gözləmək bəs şeydir. Fantaziyadır. Optimizm. Olmayan bir şeydir. Olmayan bir şey gözləyirsən. Sonra mən qızıqlandıran məsələlərdən biri bu oldu. Yəni o ay deyir qığırdağımı böyüdürəm boyumuzu. Deyir qığırdaq nətər böyüdürsən sən deyir omur var ya o onurğa arası. Onurğa arası fəqət diş fəqərə. Deyir onları mən. Fəqər arası Deyir disklər. nətər böyüsən qaqa onlar ya. O nətər böyüdülür bilmirəm nətərdir. Sonra bir dənə xəstəlik var ya, boyu uzadır. Gigantizm. Hə. Hipofiz vəzinin də somatotropin hormonu artıq ifraz olunduğu zaman o da somatomedin C-nin ifrazını artırır. Bu da gigantizmə səbəb olur. Amma bu yeniyetməlik dövrü bitməmişdən öncəki xəstəlikdir. Hə. Yeniyetməlik dövründən sonrakı somatotropinin artıqlığı gigantizmə səbəb olur. Əzaları böyüdür. Əzaları yox. Burnunuzu böyüdür. Şeyi böyüdür. Akromegaliya dediyimiz xəstəliyə səbəb olur. Akromegaliya xəstələrində daha çox membran içi sümükləşmiş sümüklər də böyümə gerçəkləşir. Yəni o Şirek var. O Şirek də akromegaliya xəstəsinin bir prototipidir. Prototipidir, bəli. Fransalı. Onu diqqət etsəz görərsiniz ki, onun əsas böyük olan yeri üzüdür, nə bilim, nisbətən sinəsi filandır. Yəni onun boynunun uzanmadığını, tam tərsinə enliləşdiyini görərik. Eynən. Və bir dənə bir şey deyim. Neandertalların sümükləri kitabında elə bilmişdik ki, akromegaliya xəstələri olan insanlar, qədim insanlar. Hə. Bu arada sümük təkcə uzunluğa böyümür, eninə də böyüyür. Yəni ağac kimi düşünün. Uzuna böyüdüyü kimi eninə də böyüyə bilər. Akromegaliya xəstələrində zaten eninə böyüyür o. Hayda, o çox pis bir şeydir. Yəni xəstəlik. Orada da necə bir şeydir? Tam uzun boylu sümükdürsə, yana doğru, yəni enləndikcə o mərkəzindən də o yəni çölə doğru başlayır yeyilməyə. Belə olanda onun qalınlığı stabil qalır. Yəni sümük ağırlığı olmur. Amma onun əmələ gəlməsi, parçalanmasını üstələyirsə, yəni parçalama münəv çatdırmırsa, sümük başlayır qalınlaşmağa. Eynən. Okay, biz demək olar hər şey dedik. Hətta ora gəldi ki, dedik ki, sən qadının gözəlliyinə baxdığında da onun sənin boyuna baxması normaldır, estetik zövqlərdir. Mən bilim, dədələrində belə olub, kişilərdə belə olub, tarix şəxsiyyəti. Yəni sən uğurlu adam olmağında boynun uzunluğunun qısalığının fərqi yox. Hamısını dedik. Keçək qadınlara, erkəklərə danışdıq. Demişdin ki, sən mənə gəlmədən qabaq demişdin ki, Azərbaycandakı qadınların boyu kişilərin nisbətən dünya ortalamasından daha normaldır, daha ortadır. Daha normaldır. Nisbətən daha normaldır. Ona bilər ki, kişilərdə sırf Y-də aktivləşən bir gen var ki, bizi qısa Dedim saxlayır. Azərbaycanda ortalama 1.64, 1.65-dir. Avropada ortalama 1.67-dir. Hə, Fransada 1.61-dir. Hətta bizdən qısadır. bəli. Çünki miqrasiya çoxdur İngiltərədə Afrikada. 1.61-dir. Almaniyada 1.67-dir. İtaliyada 1.65-dir. Hollandiyada 1.68-dir. Ortalama boy. Qadın boyu. Amma mən yeni nəsil bilsən nə gəlir? Mən orada yeni nəsil, yəni təbii ki, o Hündürdür, kişilər hündürdür. ya yeni nəsil qadınlar da hündürdür. 1.70-dən yuxarıdılar da. Yəni həyat standartı qalxdıqca istərsiniz Bəli. biraz artım olur. Yekəlirlər. O dodo quşları var, gedirlər bir adaya düşürlər, çox yemək əldə edirlər. Həyat standartları qalxır, yekələr, axırda uça bilmirlər. Göyərçin növüdür. Gedir düşür Dodo quşları, dronlar. Hə. Bəli, ondan sonra da ora gələn insanlarla daşmalar bas ki, həm insanlar basır, həm də o gəmilərdən donuzlar, Siçanlar zətlər. siçanlar gəlir, olan yumurtalarını Yumurta, falan bəli, dağılırlar. Biz tükətmişik onların soyunu. Bəli. Yəni Azərbaycandakı qadınların boyu əslində dünya ortalamasına görə normaldır, amma kişilərin boyu dünya ortalamasından qısadır. Bir nisbəti. Dünya deməyək də, daha çox Avropa. Avropaya. Ha, dünyada ortayıq. Dünyada Sağ olsun Çinli qardaşlarımız, sağ olsun Myanmarlı qardaşlarımız, Filippinli qardaşlarımız boyu ortalamadan aşağı çəkirlər. Buradan sizə təşəkkür edirəm. Ortalamadan aşağı çəkirlər, sağ olsunlar. Aha. Qadınlarda da yeniyetməli cinsi yetişkənlik erkən başladığı üçün və erkən bitdiyi üçün oğlanlardan, onlarda qığırdağın sümükləşməsi erkən başlayıb erkən bitir. Hə, ona görə məktəbdə kişilərdən yadıma qısadır. düşür. Qızlar uzandılar, F-qalet ağacı kimi uzanırdılar. Oğlanların yanında belə qalırdılar. Sonra oğlanlar ya bunlar keçirdi. Çünki oğlanlarda gec başlayır. Ona görə yəni qığırdaq nə qədər uzun müddət orada qalırsa, sənin boyun artma ehtimalı o qədər də yüksəkdir. Normal qidalanırsansa. Demək olar hamısını danışdıq, qadınlarla bağlı məsələni danışdıq. Yəni gedib boşuna sallaşmayın, gedib boşuna nə bilim güləşə getməsi gedin güləşin, ağrı qaldırması gedib ağrı qaldırın. Amma onurğanızı zədələməyin, mənim günə düşməyin, protruziya var. Protruziya var da sən deməmişdim. Sən nətər dostsan? Ayıb olsun. 3.5 idi nə idi, belə milli idi desən. Var yəni mən belimdə protruziya var. Ağrıq məşqində ol. Hə, yəni ki, onu bunu eləməyin. Özünüzü gəlişdirin. Status qaldırın. Əsas status qardaş yəni. Gerçək söyləyim. Oldu. Uğurlar diləyirəm hamınıza. Ümid edirəm ki, həyatınız bundan sonra daha yaxşı olar. Sağ olun.